Salam, hər birinizi salamlayıram. Bu mənim yeni YouTube kanalım üçün çəkdiyim ilk videodur və istədim bu video sizin üçün maksimal faydalı olsun və informativ olsun. Bugünkü videoda biz əsasən Slovakiyada miqrantın üzləşdiyi problemlər və miqrantın həyatı haqqında söhbət açacağıq. Mən çalışacağım maksimum neytral olum fikirlərimdə və real faktları yalnız sizə çatdıram. Deməli, başlayaq ondan ki, miqrantların elə Slovakiyaya gəlib çıxmağı hal-hazırda çox çətin vaxt alan bir prosesdir. Çünki gündən-günə qaydalar sərtləşir, sənəd-sünət işləri daha da tələbkarlıq artır. Misal üçün, əvvəl Azərbaycandan bura gəlmək üçün ümumi proses 2 ay, 3 ay çəkirdisə, indi bu proses get-gedə uzana bilir vaxtı, 4 ay, 5 ay və daha çox vaxt ala bilir. Və onu da qeyd edək ki, misal üçün, əvvəl buradan Slovakiyadan alınan və səfirliyə təqdim olunan sənədlərin müddət baxımından aktivliyi biraz çox idisə, indi hal-hazırda onu ediblər 1 ay. Yəni, buradan iş icazəsi, iş dəvəti verilirsə Azərbaycanda hər hansısa bir insana, onun müddəti 1 ay ərzində aktiv olur. Bu da o deməkdir ki, siz cəld şəkildə öz sənədlərinizi hazırlayıb, BLS mərkəzindən termin götürüb, vizaya müraciət eləməlisiniz. Və təbii ki, çox insanlar da bu vaxt müddətində bunu çatdıra bilmir. O səbəbdən daha məsləhətdir ki, sizin sənədlərinizi mütəxəssislər çatdırsın səfirliyə, viza dəstəyi ilə məşğul olsunlar və bu mövzuya da biz qayıdacaq videonun irəliləyiş dəqiqələrində. Deməli, əsas məsələ və insanları ən çox maraqlandıran suallardan biri odur ki, Fərhad, burada maaşlar necədir? Maaşlar və xərclər nə qədər? Yəni, gəlməyə dəyərmi? Yəni, bu boyda əziyyət çək, viza al, gəl yad bir ölkəyə. Yəni, burada maaşla xərclər bir-birini tamamlayırmı? Yoxsa elə aldım qoz, satdım qoz? Mən burada özüm üçün xeyli məlumatlar qeyd eləmişəm və istəyirəm onları sizin üçün oxuyum, səsləndirəm ki, heç bir şey mənim yadımdan çıxmasın. Deməli, Slovakiyada maaşlar brutto və nettoya bölünür. Brutto sizə müqavilə əsasında yazılan maaşdır. Netto isə sırf xalis sizin karta gələn qazancınızdır. Yəni, o bruttodan vergi çıxılmayan maaş deyilir. Ondan vergi çıxandan sonra qalan təmiz məbləğə netto deyilir. Hansı ki, siz ələ aldığınız məbləğ. Deməli, avtomobil zavodunda istehsalat işçisi. Brutto 1300-1800 evro. Vəzifədən asılıdır o, orada gördüyünüz işdən asılıdır. Netto isə karta aldığınız maaş 1000 evro, 1350 evro arası dəyişir. İstehsalat operatoru brutto 1200-1600 avro, netto karta çatan 950-1250 evro arası dəyişir. C02 qaynaqçı MIG-MAG brutto 1800-2600 avro, netto 1350-1900 avro arası dəyişir. TIG qaynaqçısı brutto 2000-2800 avro arası, netto təmiz qazanc 1450-2000 avro arası. Elektrik brutto 1700-2500 avro, netto 1300-1850 avro arası. Çilingər yığıcı brutto 1500-2200 avro, netto 1150-1650 avro arası dəyişir. CNS operatoru brutto 1700-2500 avro arası dəyişir maaş, netto təmiz aldığınız maaş 1300-1850 avro. Forklift sürücüsü brutto 1300-1800 avro arası dəyişir əmək haqqılar, netto təmiz qazancınız 1000 avro, 1350 avro arası dəyişir. Boyaçı 1400-2000 avro arası, netto 1050-1500 avro arası. Tikinti işçisi brutto 1500-2300 avro, netto
1150-1700 avro arası dəyişir. Ambar işçisi brutto 1300-1800 avro. Netto 1000-1350 avro arası. Sifariş yığan komplektovşik brutto 1250-1700 avro. Netto təmiz qazanc 950-1300 avro arası dəyişir. Xadimə əsasən hostellərdə işləmək üçün, otaqları yığışdırmaq üçün brutto 1100 avro, 1500 avro arası dəyişir. Netto təmiz qazanc 900-1150 avro. Aşpaz brutto 1400 avrodan 2000 avroya kimi dəyişir əmək haqqı. Netto təmiz qazanc 1050-1500 avro arası. Tip bazısı brutto 1600-2300 avro arası. Netto 1200-1700 avro arası. İndi isə Slovakiyada miqrantın real həyatı haqqında bəzi qeydlərimi sizə deyim. Miqrantların çoxu iş həyatından zavod və ya ambarlardan başlayır. Çünki ən tez tapıla bilən burada iş zavodlardadır, ambarlardadır. Əsasən bu işlərə miqrantları cəlb edirlər. Çünki orada əsasən gecə smenləri də var və Slovakiya vətəndaşlarının özləri əsasən gecə smenlərində işləmək istəmirlər. İlk aylar çətin keçən dövrlər olur, çünki sənədləşmə, uyğunlaşma və dil problemi. Düzdür, burada elə insanlar var ki, hətta burada 3 il, 5 ildə yaşayırlar, ancaq Slovak dilini öyrənə bilmirlər. Daha doğrusu öyrənmək istəmirlər, özlərini biraz belə deyək, əziyyətə vermirlər. Rus dilini bilməklə elə yola verirlər. Bir çox işə götürən yaşayış yeri ilə təmin edir, lakin adətən ödənişlidir, aylıq təxminən 150-350 avro arası. Bu da faktdır. Çox işə götürənlər qalmaq yerini təmin edirlər. Çox az miqdarda onlardan o yaşayış yerinin pulunu tam özləri ödəyir. Əksəriyyəti sizin maaşınızdan bunu tutur. Bəziləri isə 50-50-yə. Məsəl üçün 300 avrodursa yaşayış yeri, 150-sini sizin maaşdan tutur, 150-sini onlar ödəyir. Deməli, şəhər nəqliyyatında ay ərzində təxminən 30-50 evro xərclənilir. Burada proyezdnoy bilet, yəni aylıq alırsınızsa 40 avro 50 sentdir. Onu ödəyirsiniz və avtobuslar və tramvaylardan istifadə edə bilərsiniz limitsiz. Bir gündə lap 10 dəfə gedə bilərsiniz avtobus, tramvayla, limit yoxdur. Ancaq tək-tək ödəsəz hər gediş 1 avro 9 sentdən başlayır. Təbii ki, sərf edər ki, siz aylıq proyezdnoy bilet alsaz. Deməli, gecə növbəsi, həftə sonu və bayram günlərində işləyənlər əlavə ödəniş alırlar. Bu da doğru məlumatdır, çünki gecə smenlərinə görə əlavə ödənişlər eləyirlər. Əlavə saatlara çıxsaz həftə sonları, misal üçün 6-cı günlər, bazar günləri çox redko olar ki, iş olsun, ancaq çox vaxt 6-cı günlər əlavə saatlara çıxırsınızsa, buna görə əlavə xidmət haqqı alırsınız. Slovak dilini bilmədən də iş tapmaq mümkündür, amma dil öyrənənlər həm maaşı, həm də iş seçimləri daha yaxşı olur. Bu təbii ki, doğru bir faktdır, çünki Slovak dilini bilən insan daha çox seçimi olur iş barəsində və daha çox rahat ünsiyyət qura bilir. Lakin buna baxmayaraq, Slovak dilini bilməyənlər üçün də, yəni Rus dilini bilənlər özlərini burada çox gözəl, komfort hiss edə bilirlər. Çünki hansı istehsalata, hansı zavoda, fabrika getsəz, orada Ukrayna vətəndaşlarını görərsiniz. Özdə adi işçilər kimi yox, onlar orada vəzifələrdədir. Misal üçün, team liderlərdir, supervizorlərdir və s. Keyfiyyətə nəzarət üzrə mütəxəssislər və s. Yəni, onlar da Rus dilində danışırlar. Yəni, ümumiyyətlə, burada miqrantlar arası qəbul olunmuş dil Rus dilidir. Rus dilini bilirsinizsə, siz burada özünüzə iş tapa bilərsiniz. İnsanların çoxu Slovakiya yüksək həyat səviyyəsinə görə deyil, pul yığıb ailəsinə dəstək olmaq üçün gəlir. Bu da bir doğru faktdır, çünki Slovakiyaya gələn insanlar, əsasda Azərbaycan vətəndaşları, hamımız burada müvəqqəti oturum izni alırıq, VNG deyirik buna və əksəriyyətimiz ondan ötürü gəlir ki, burada işləyək, pul toplayaq, ailəmizə, övladlarımıza dəstək olaq.
Bu da bir faktdır. Retq adamlar olur ki, burada uzun illər müddət qalır, daimi oturum alır, sonra vətəndaşlığa müraciət eləyir. Çox az sayda insan olur. Əksəriyyətimiz, yenə deyirəm, burada gəlib işləyib, pul toplayıb, ailələrimizə dəstək olmaq üçün gəlirik. İlk 6-12 ayda miqrantların əksəriyyəti qənaətlə yaşayır ki, köç sənədləşmə xərclərini geri qaytara bilsinlər. Bu mövzuya mən xüsusi toxunmaq istəyirəm. Çox insan bura gəlib çıxana kimi çoxlu sayda pul xərcləyir. Misal üçün 4000, 5000 AZN iş dəstəyi, viza dəstəyi ilə məşğul olan şirkətlər var Azərbaycanda. Mən həmişə demişəm ki, Allah sizə insaf versin, Allah sizin gözünüzü doydursun. Çünki bu ölkəyə burada elə yüksək maaş yoxdur ki, siz belə böyük məbləğlər təyin edirsiniz. Yəni, başqa bir Avropa ölkəsi olan, misal üçün Almaniya, ya nə bilim, başqa imkan baxımından Şveysariya, yəni bu fərqi yoxdur. Yəni imkanlı ölkələr olsa mən sizlə razı olardım ki, hə 4000, 5000 yəni ala bilərsiniz, deyə bilərsiniz kimi. Ancaq bu Slovakiya üçün yəni burada o qədər böyük qazanc imkanı yoxdur ki, siz bunu belə baha qiymətlər deyirsiniz. Və insanların çoxu mənə yazdı, xahiş elər ki, Fərhad, bizə bir etibarlı şirkətdir, hansı ki, nisbətən ucuz qiymətə bizə viza dəstəyi ilə məşğul olub, bizi Slovakiyaya göndərə bilər və mən sizin üçün belə bir xidmət sahəsi təşkil etdim. Burada gördüyünüz veb sayta keçirsiniz, orada anket doldurursunuz və anketdə ümumi məlumatlarınızı qeyd edirsiniz. Ad, soyadınızı, yaşınızı və həmçinin hansı sahədə işləmək istəyirsiniz, onu qeyd edirsiniz. Və mən də sizin bütün bu anketlərinizi yönəldirəm profil üzrə mütəxəssisə, hansı ki, sizə viza dəstəyini 2000 AZN-dən başlayan qiymətlərlə təklif edir. Və ödənişi də sizdən birdən almır, hissə-hissə alır və sizlə rəsmi müqavilə bağlayır. Siz ödənişi VÖ-nün rəsmi hesabına göndərirsiniz. Yəni, dövlət də bilir ki, siz bu insana bu qədər pul ödədiniz, sizə qəbz verir, vergilərin qarşısında tam hesabat verir. Yəni, bu insan məsuliyyətli bir insandır, müqavilə əsasında fəaliyyət göstərən bir insandır və qiymət, yenə deyirəm, o birisilərə baxanda ən azından 2 dəfə ucuzdur. Biri var, siz aparıb ki, məsələn 4000 AZN verəsiniz bu iş üçün, bir də var 2000 AZN eləyir və hissə-hissə ödəniş alır. Və mən bu xidməti, yenə deyirəm, sizin xahişləriniz əsasında təşkil eləmişəm. Mənim sadəcə orada işim operator kimi siz göndərdiyiniz anketi qəbul edib o insana yönəltməkdir. Yaşayış icazəsi və iş təcrübəsi əldə etdikdən sonra daha yüksək maaşlı iş tapmaq və işə götürəni dəyişmək xeyli asanlaşır. Bu da düzgün məlumatdır. Çünki mən özüm şəxsən burada ilk olaraq Volkswagen zavoduna işə gəlmişdim. Orada 1 il işləyəndən sonra ixtisara düşdüm və ondan sonra mən 4 dənə iş dəyişmişəm. Müxtəlif istehsalatlar. Yaşayış icazəsi məndə olduğuna görə mən bir işdən o birisi işə asanlıqla keçə bildim. Və hal-hazırda mən sayca artıq 5-ci istehsalatda işləyirəm. Yəni, baxmayaraq ki, mən qısa müddətdir buradayım. 2 il ərzində 5 dənə istehsalat dəyişmişəm və hər bir istehsalat bir-birindən fərqli istehsalatlardır, müxtəlif kollektivlərdir və təbii ki, onu qeyd edə bilərəm ki, hansı istehsalat olur olsun, miqrant üçün həqiqətən yəni istehsalatlarda işləmək çətindir. Çünki orada demək olar ki, ən ağır işləri elə miqrantlara yönəldirlər. Bu da bir real faktdır. Və mən ola bilsin ki, bu işimdən də çıxası oldum. Nəyə görə? Çünki mən indi başqa iş axtarıram. Elə iş istəyirəm ki, orada gecə smeni olmasın. Çünki insan biraz yaşlaşdıqca, yaşa dolduqca gecələr işləmək ona həqiqətən fiziki cəhətdən, həm də sağlamlıq cəhətdən çox təsir edir. Və o baxımdan mən özüm də hal-hazırda axtarışdayam ki, elə bir yeni bir iş tapım ki, orada gecə smenləri olmasın. Ümid edirəm ki, bugün bu çəkdiyim video sizlər üçün faydalı, maraqlı olar və gələcəkdə mən yenə davam edəcəm sizlər üçün faydalı məlumat, kontent hazırlamağa. Ümid edirəm ki, mənim bu öz fəaliyyətim hamınız üçün faydalı və səmərəli olar. Sağ olun, salamat qalın.